gözünden bir haber. Gafil oyan, gafil oyan, gafil oyan. Mövlana Cəlaləddin Ruminin Məsnəvi Mənəvisinin 2-ci dəftərində 4 Hindistanlının namazı haqqında bir hekayət yer alır. Belə ki, 4 Hindistanlı məscidə daxil olur, can-ı dildən niyyət edib xətalarının bağışlanması üçün namaza başlayırlar. Bu dəm içəri azancı daxil olur. Hindistanlılardan biri namazda olduğunu unudaraq azancıdan azanın verilib-verilmədiyini soruşur. İkinci Hindistanlı üzünü birinciyə tutub belə deyir: "Ay qardaş, sakit dur da, danışmağınla həm öz namazını, həm də bizim namazımızı batil elədin." Üçüncü Hindistanlı bunların söhbətinə daxil olur və deyir: "Sən güya onda olan nöqsanı düzəldirsən, ancaq özün də nöqsana yol verirsən. Yaxşısı budur ki, öz dediyin nöqsana özün düşməyəsən." Dördüncü Hindistanlı isə özü özünə deyir: "Həmd olsun Allaha ki, mən onların yuvarlandığı quyuya yuvarlanmadım. Yəni namazımı batil etmədim." Mövlana qeyd edir ki, bu 4 Hindistanlının 4-ünün də namazı eyib axtarmalarına görə batil oldu. Yəni başqasının eybini görən və o eybi özündə axtarmayan kəs böyük bir yanlışlığa yol verər. Bir xəstə kəsin dərmanı olsa, o dərmanı özünü müalicə etmək üçün istifadə edər. Yəni kəs birinci öz eybini görməli, başqalarında eyib axtarmamalıdır. Rumi sonda iblisi misal olaraq çəkir. O bildirir ki, iblis vaxt var idi mələklərin iqtida etdiyi biri idi. Lakin təkəbbürlənməsi, özündə eyib axtarmaması onu zəlil və rüsva elədi. Əvvəli necə idi, sonu necə oldu? Rumi qeyd edir ki, başqa birində eyib görən kəs eybini sahibindən satın almış kimidir. Ustadımız Seyid Ümmi isə belə buyurur: "Çək gözümdən pərdəni, ya Rəbb, göstər eybimi. Eybidir ki, görməyim, vardır görən hər eybimi. Hər kimin ki görsən eybin, ey gözüm, ört üstünü. Batinimdən xaric eylə, varsa bənzər eybimi. Adəmin eybin mələk bilmişdi, iblis açdısa, nariya hər bəndə tək, bil, torpaq örtər eybimi."